Elə ki Hüseyn dünyaya gəldi, Allah-u Teala göydən kado yolladı. Allah-u Teala göydən hədiyyə yolladı. O ki töhfə apararsan, adın nə deyərsən? Biz kado deyərik. Allah gövdən Zəhraya kado yolladı. Kadoyu açdı Zəhra. Gördü Allah-u Teala Hüseynə 8 şey mərhəmət eləyib. Bu Zəhranın hədiyyəsidir Allah tərəfində. Xudaya nə danışıyam mən? Xudaya nə danışıyam? Nə sözdür bu deyəm? Bir il oxuyam o 8-ün. Dedi Zəhra, Allah-u Teala deyir, cəaltuhu xavzinə vəhyik. Zəhra, mən sənin bu balığın qəlbin xəzinəyə vəhy eləmişəm. Həzrəti Ayətullah Vəhid Xurasani ki, buraya yetişdi. Dedi, yəni Adəmdən Xatəməynzən nə hədə gövdən vəhy nazil olub, hamısını yığmışam Hüseynin qəlbinə. İndi səni yad verirəm Allaha o zaman ki, gedəysən Qovdalı qətliqahda roza oxumağa, gedəysən Kərbəlanın ziyarətinə, bil hansı Qovdala, bil hara qan tökülüb, bil hansı qəlbin qanı tökülüb deyir. Bunları bil ged ora. Mənim ustadım Həzrəti Ayətullah Pəhləvani mərhumdan sual elədim, ağa gediyəm Kərbəlaya, nə buyuraysan? Dedi, sənə bir rivayət oxuyam, buna əməl eləsən bəsindir. Dedi, get, rivayətdir, Fıratda qüsl elə. O ki, hotellər var orada, hamısının suyu Fıratdandır. Fıratda qüsl elə, yavaş-yavaş qədəmin götür. Elə ki, gəldin, yetişdin zərihinin kənarına, rivayət budur. Kânə kəmən zârəllâhə fî ərşeh. Elə bil ki, Allahı ərşində ziyarət eləyibsən. Allahın ərşi nə mənədir? Allahın ərşi taxta tabaqdır. Budur. Allahın ərşi Allahın məzahiridir.